izləyicilərimizdən bizə ünvanlanan suallardan biri, deməli, rinoplastika uğursuzluğu nədən asılıdır? Cərrahdanmı, pasientdən? Təbii ki, belə qeyd edirəm ki, bir cərrahın hansı texnika ilə əməliyyat etməsindən asılı olmayaraq, mütləq şəkildə rinoplastikaya aid bütün manevraları bilməlidir. Bir cərrah əgər bütün manevralara sahibdirsə, daha çox, nə qədər çox manevra bilirsə rinoplastika sayəsində, o cərrahın əməliyyat sonuçları, nəticələri təbii ki, uğurlu alınacaq. Buna bu şəkildə cavab verə bilərəm. Yəni bu texnikanın üstünlüyündən və yaxud əskikliyindən xəbər vermir. Çünki bayaq da dediyim kimi və hər zaman da deyirəm, hər əməliyyat metodikasının özünə uyğun avantaj və dezavantajları mövcuddur.